360 derece canlı Azerbaycan'da. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين اللهم صل على محمد وآل محمد وعجل فرجهم ولا نداهم أجمعين اللهم عجل وليك الفرج. Değerli Zəhra TV izləyiciləri, Allahın salamı, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun. Bu günləri gözəl bir mövzu ilə sizin qarşınızdayıq. Belə ki, xanım Məsumə salamullahi aleyhə ilə İmam Rıza əleyhissalamın mövludları arasında olan günlər kəramət günləri adlanır. Əhl-i əleyhissalam dünya və axirətdə bizim nicat tapmağımıza səbəb olan vasitələrdən biridir. Quran və Əhl-i bizim qiyamətin günündə nicat tapmağımıza səbəb olan vasitələrdəndir. İnşallah ki, məhz bu mövzunda dəyərli ustadımız, ruhani qardaşımızla bu mövzunu danışacağıq. Bizimlə qalın. 360 derece canlı Azerbaycan'da. Bəli, qonağımızı dəvət edirik inşallah. Seyyid, ilahiyyatçı, ruhani qardaşımız Seyyid Mir Heydər ağanı dəvət edirik inşallah. Bəli, Seyyid Mir Heydər Qəniyev dəvət elədi inşallah. Seyyid, salamu aleykum və rəhmətullah. Aleykümselam ve rahmetullahi ve berekatuhu. Ben de öz Allah növbəmdə sizdən razı olsun. əziz Təşəkkürümüzü bildiririk izləyicilərimizi, ki, dəvətimizi qəbul edədiniz. Bu gün bizim qonağımız oldunuz. Bu gözəl günlərdə Allah salamat eləsin. xanım Məsumə salamullahi aleyha mövzu münasibəti ilə sizi, izləyicilərimizi təbrik edirəm. Qarşıdan İmam Rıza əleyhissalamın mübarək mövludi gəlir. O münasibətlə də Bəli. hər bir kəsi təbrik edirəm inşallah. Allah bizləri Əhl-i Beyt əleyhissalamdan ayrı salmasın. Amin, Allah razı olsun. Biz də öz növbəmizi sizi təbrik edirik və dəvətimizi qəbul edədiyiniz üçün sizə təşəkkürümüzü bildiririk. Allah sizi salamat eləsin Seyyid. Seyyid, vaxtını çox uzatmadan ilk sualı səsləndirmək istəyirik. Mövzumuz da aydın olduğu kimi, niyə Həzrəti Məsumə salamullahi aleyhanın mövludu ilə İmam Rıza əleyhissalamın mövludu arasındakı günlərə kəramət 10 günlüyü deyilir və bu adlandırmada kəramət anlayışı nə deməkdir? Ümumən Allah Subhanahu ve Teala Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmə iki nur əta eləyib ki, onun biri Quran-ı Kərimdir və biri də Peyğəmbərimizin Əhl-i Beytidir və onlar heç bir zaman bir-birindən ayrılmazlar və bir-birlərini tamamlayırlar, bir-birlərini təfsir edirlər və bu 10 günlük hədislərdən gəlib bizə, yox. Quran-ı Kərimdən gəlib, yox. Bu sadəcə olaraq insanların Əhl-i Beyt əleyhissalamın qapısında gördüyü həqiqətlər və möcüzələr və kəramətlərlə bu cürünə adlanıb ki, ta xanım Məsumə salamullahi aleyhanın mövludundan İmam Rıza əleyhissalamın mövluduna qədər kimlər ki, xüsusi bir hacətləri olub, xanım Məsumə salamullahi aleyhaya təvəssül ediblər və İmam Rıza əleyhissalama təvəssül ediblər. Bu günlərdə daha çox öz hacətlərini aldıqlarına görə bu günlər insanların arasında kəramət günləri hesab olunur. Və baxanda görürük ki, həqiqətən də Əhl-i Beyt əleyhissalam kəramət əhlidir, kəramətin həqiqi nümunəsidir. Çünki İmam Həsən əleyhissalamın ləqəblərindən biri budur ki, Kərimu Əhl-i Beytdir, Əhl-i Beytin kərimidir. Ümumən Əhl-i Beyt imamları, Peyğəmbərimiz hamısı kəramət əhlidir. Biz kəramət deyiləndə bəzən elə başa düşülür ki, kəramət odur ki, insanların eləyə bilməyəcəyi bir işi onlara göstərmək. Amma kəramətin həqiqəti ondan ibarətdir ki, insan özü ehtiyaclı olduğu halda öz ehtiyacından keçməyi bacarsın və onu başqasına əta eləsin. Onda o olur kəramət əhlindən. Çünki İslam təbirlərinə baxanda görürük ki, İslam təbirlərində bir səxi var. Ona deyirlər səxavətli. Səxavətli şəxs o şəxsdir ki, həm özü istifadə eləyir, həm də başqasına ehsan eləyir. Buna deyirlər ki, bu insan səxavətlidir. Həm özü üçün, həm də başqalarına görürsən ki, maddi və mənəvi yardım eləyir. Bir də var şəqi. Şəqi odur ki, nə özü istifadə eləyə bilir, nə də başqasına icazə verir ki, başqası
o maddi yardımdan və yaxud da ki, mənəvi yardımdan onları əsirgəyir, ona deyirlər ki, şəqi. Yəni özü də istifadə eləyə bilmədiyi, başqalarına da imkan vermədi ki, istifadə eləsin. Amma kərim odur ki, kəramət əhli odur ki, özləri ehtiyaclı olduğu halda şəxsin özünün ehtiyacı var, amma öz ehtiyacından keçir, başqalarına ehsan eləyə bilir, başqalarının mənəvi ehtiyaclarını ödəyə bilir ki, Qurani-Kərimin Həl-Əta surəsində, İnsan surəsində Allah Subhanahu və Taala Əhl-i Beyt əleyhimussalamı bu mövzuda misal çəkir ki, onlar özləri ehtiyaclı olduqları halda bir gün öz qidalarını yetimə verdilər, bir gün öz qidalarını əsirə verdilər, bir gün öz qidalarını miskinə verdilər və bunu Allah yolunda elədilər. Və insan əgər istəyirsə ki, hər hansı bir şiə, hər hansı bir müsəlman, mömin, əhl-i beyt aşiqi kəramət əhlindən olsun, gərək əhl-i beytlə, Qur'anla, Allahla rabitəsi möhkəm olsun. Əhl-i beytlə kim əgər rabitə bağlayıbsa, o axırda fəzilət əhlinə çevrilib, fəzilətli şəxs olub, hesab olunub. Ayətullah Mərəşi Nəcəfi bilirsiniz. Ayətullah Mərəşi Nəcəfi həm Nəcəfdə doğulub, həm də Nəcəfdə yaşayıb bir ömür. Amma onun bir xüsusi bir niyyəti ki var idi ki, xanım Zəhra salamullahi əleyhanın qəbrini niyyət eləmişdi ki, Allah Subhanahu və Taala ona bir yolla ilham eləsin və xanımın qəbrini ziyarət eləsin. 40 gün deyir, xüsusi deyir əməllər yerinə yetirdi və daha sonra mükaşifə halında İmam Baqir əleyhissalamı və İmam Sadiq əleyhissalamı gördü və ondan öz istəyini istədi ki, mən istəyirəm ki, xanım Zəhra salamullahi əleyhanın Bəli. Bəli. Seyidimizin yəqin ki, internetdə müəyyən müşkül yarandı. İnşallah ki, Allahın iznilə növbəti dəqiqələrdə bizlərə qoşulacaq. Bəli, Mərəşi Nəzəfi rəhmətullahi əleyh yuxuda İmam Cəfər Sadiq əleyhissalam və İmam Baqir əleyhissalamı görür. Xanım Fatimə Zəhra salamullahi əleyhanın gizli qalan məzarının ona da agah olmasını istəyir. Yəni, Xanım Fatimə Zəhra salamullahi əleyhanın məzarının gizli olması özü Xanım Zəhra salamullahi əleyhəyə olunan zülümlərin ən böyük isbatı və dəlilidir. Həqiqətən də insan üçün ağırdır ki, yəni insan bir yaxına dünyasını dəyişir, onun məzarının yerini bilir, amma aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərin qızının məzarının yeri bilinmir. Və bu da öz növbəsində təbii ki, Əhl-i Beyt əleyhissalamı və xüsusən də Xanım Fatimə Zəhra salamullahi əleyhəyə qarşı olunan zülümlərin ən bariz və ən aşkar nümunəsidir. Əgər Xanım Fatimə Zəhra salamullahi əleyhanın məzarı aşkar olsaydı, o zaman Xanım Fatimə Zəhra salamullahi əleyhəyə qarşı olunan zülmləri inkar edən cərəyanlar, firqələr bu günləri deyəcəklər ki, bəli, xanıma qarşı heç bir zülm olunmayıb, onun heç bir haqqı qəsb olunmayıb və s. beləxər. Məhz onların bugünkü şübhələrinin də geridə qalmasının və puç olmasının ən böyük dəlili məsələ Xanım Fatimə Zəhra salamullahi əleyhanın məzarının gizli qalmasıdır ki, o da yalnız və yalnız Zəmanə İmamı Həzrəti Məhdi Əcəlallah Fərəcəh Şərifin zuhurundan sonra Allahın izni aşkar olacaq. Seyidin bir daha xoş gəldiniz. Buyuruz inşallah. Allah. Elə sözümüzü qaldığımız yerdən davam eləyək ki, xanım Məsumə salamullahi əleyhanın ziyarətnaməsində keçən bir kəlmə ki var. İşfə'i lənə fil cənnə. Bizə cənnətdə şəfaət elə. Bu həqiqətən də xüsusi bir məqamdır, xüsusi bir elə bir məqamdır ki, insan qiyamət günündə ona bir xilas eləyənə, bir xilaskara ehtiyacı olur ki, qiyamətin o vəhşətindən, qiyamətin o dəhşətindən insanın çəksin çıxarsın. Çünki qiyamət barəsində olan ayələrə baxanda, surələrə baxanda görürük ki,
qiyamət günü elə bir gündür ki, hətta ana öz balasından imtina eləyəcək. Amma xanım Bəli. Məsumə salamullahi əleyhanın ziyarətnaməsində diqqət elədiyimiz nüans bundan ibarətdir ki, İşfə'i lənə fil cənnə. Bizə cənnətdə şəfaət elə. Yəni insan cənnəti qazanandan sonra da orada da bir məqama ehtiyacı olur. Orada da Əhl-i Beyt əleyhissalama, Allahın salih bəndələrinə, Allahın kəramət əhlinə yaxın olması üçün xanım Məsumə salamullahi əleyhanın şəfaətinə ehtiyacı olur ki, o xanım da o barədə öz şiələrindən, Əhl-i Beyti istəyənlərdən, Əhl-i Beyt şiələrindən, həqiqi möminlərdən onu əsirgəmir. Ona görə də baxanda görürük ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm özü buyurub İmam Rıza əleyhissalamın ziyarəti barəsində ki, bədənimin bir parçası usta dəfn olunacaq. Kim əgər onu ziyarət eləsə, şəxsə vacib olar. İmam Rıza əleyhissalam həqiqətən də mehriban biridir və İmam Rıza əleyhissalamın həyat tərzinə diqqət eləyəndə insan görür ki, İmam Rıza əleyhissalam La ilahə illallahın şərti kimi kəramət əhlinə onların vilayətini qəbul eləməyini buyurub. Buyurur ki, Nişapurda olarkən ki, imamdan istəyirlər ki, imam bir kəlmə söz desin onlara, xüsusi şiələrinə. Və İmam Rıza əleyhissalam buyurur ki, Allah subhanahu və taala buyurur ki, La ilahə illallah kəlməsi mənim möhkəm qalamdır. Kim la ilahə illallah desə, o qalıya daxil olar. Bu günləri çoxdur la ilahə illallah deyənlər, bu günləri çoxdur görürsən ki, Allahın təvhidindən danışanlar. Amma İmam Rıza əleyhissalam dayanır, buyurur ki, mən də onun şərtlərindən biriyəm. Yəni insan ilahi əzabdan, insan əgər istəyirsə həqiqi imanın şirinliyini datsın, bir də gedən yol vilayətdən başlayır. Yəni Əhl-i Beyt imamlarını tanımaq başlayır. Peyğəmbər və onun Əhl-i Beytinə olan ehtiramdan və məvəddətdən başlayır. Onda insan həqiqətən də olur kəramət əhli. Və sualımızın əvvəli ki, bu idi ki, bu günlər kəramət günləri hesab olunur. Valla bizim hər neyimiz varsa, onlar hamısı Muhammed və Ali Muhammedin hesabınadır. Çünki yer üzəri heç vaxt hüccətsiz qala bilməz. Və yer üzəri bu günləri yağış yağırsa, yerdə məsələn hər hansı bir bitki isə, yerdə hər hansı yer öz oxu ətrafında fırlanırsa, yer öz nizamından çıxmayıbsa, bu səbəbdir ki, Allah subhanahu və təala yerdə bir dənə hüccəti ki var, onun hesabınadır ki, o olmasa yer öz nizamından çıxar. Və bu onu göstərir ki, həqiqətən də İmam Zaman Əcəlallahu Fərəcəhi Şərif bizə onu öyrədir ki, onun vücudu özü ehtiyaclı ola. Bu sözümə indi bir dənə təliq vuracağam, deyəcəksiniz ki, özü ehtiyaclı ola, niyə görə deyirsən? Çünki o da bu günləri zuhurun həsrətindədir. O da bu Əhl-i Beyt şiələrinin həsrətindədir ki, onlarla rahat bir şəkildə görüşə bilsin. Peyğəmbərin elmi. Bəli. Amma onun vücudunun bərəkətidir budur ki, özü ehtiyaclı ola, özü öz zuhurunu arzuladığı halda bizi qoruyur. Bizi Əhl-i Beytin düşmənləri o qədərdir ki, bizi bu günləri hifz eləyir, qoruyur. Ona görə İmam Zaman Əcəlallahu Fərəcəhi Şərifin yazdığı məktublardan birində bizə insanlığa göndərdiyi məktubların birində bu cürünə qeyd olunur ki, əgər siz elə hesab eləyirsiniz ki, bizim qeybdə olmağımız o deməkdir ki, biz əlimizi sizin üzərinizdən götürmüşük. Bir an olsun belə biz əlimizi sizin üzərinizdən götürdük, düşmənlərimiz sizə aman verməzlər. Yəni bunu göstərir ki, İmam Zaman Əcəlallahu Fərəcəhi Şərif və digər Əhl-i Beyt imamları öz dövrlərində bizə öz kəramətlərini təqdim eləyiblər. Özləri ehtiyaclı ola, özlərini sıxıblar, özləri zindana atıblar. Çünki baxın, İmam Rıza əleyhissalam, xanım salamu əleyha elə bir atanın evladlarıdır ki, o ömrün çox hissəsini, yəni imamətinin çox hissəsini zindanda keçirdi və ağır zindanlarda keçirdi.
və elə zindanlarda keçirdib ki, ona həqiqətən də əziyyət eləyiblər. Mənəvi əziyyətlərə məruz qoyublar. Amma onun övladlarının bu günləri ümmətə qarşı mehribançılığına baxın. Onların qapısına gedirsən, insan öz dərdinə şəfa tapır. Onların qapısına gedirsən, insan öz hacətini alıb tapır. O qədər Azərbaycanda və dünyanın bir çox yerlərində insanlar misal gətirmək olar ki, onlar İmam Rza əleyhissalamın ziyarətini bu günləri arzulayırlar və bilirlər ki, o ziyarətdən heç vaxt əliboş qayıtmayıblar. Və hər kəs bunu iqrar eləyər ki, biz İmam Rza əleyhissalamın ziyarətində olarkən özümüzü orada qərib hiss eləməmişik. Amma İmam Rza əleyhissalamın ləqəbinə baxın, Qəribəl-Quraba, qəriblərin qəribi. Elə bir yerdə dəfn olunub ki, Əhl-i Beytdən çox-çox uzaq düşüb. Amma onun qapısına gedən qərib kimi müamilə eləmir, qərib kimi davranmır. Elə davranır, elə ona münasibət göstərir, elə orada ab-hava olur ki, insan özünü orada yad kimi hiss eləmir. Bu həqiqətən də Əhl-i Beytinin kəraməti və kərimliyi sayəsindədir ki, Beyt öz məhəbbətini, öz xoş xatirəni bizlərə neynir, təlqin eləyir və İmam Rza əleyhissalamı bu günləri tanıtdırmağa mən deyərdim ki, Əhl-i Beyt şiələri arasında, Əhl-i Beyt aşiqləri arasında, xüsusən şiə toplumları arasında tanıtdırmağa ehtiyac yoxdur. Çünki İmam Rza əleyhissalamın hələ ziyarəti barəsində bu sözü deyərik ki, kim imamı bir dəfə ziyarət eləsə, imam gəlib onu 3 yerdə ziyarət eləyər. Bir can verən halda, bir qəbrinin əvvəl gecəsində, bir də Sirat körpüsündən keçəndə. 3 çətin halda Əhl-i Beyt imamı öz kəramətini neynir, insanlara göstərir və aşılayır. Və Allahdan istəyirik ki, Allah bizi də o şeylərdən məhrum eləməsin inşallah. Olsun verdiyiniz yəni verdiyiniz cavablar yəni o qədər dolğun, o qədər dəqiq və o qədər yəni gözəl idi ki, əminəm ki, izləyicilərimizin də həm mənəviyyatında, həm də elmlərin artmasına vəsilə oldu. Allah sizləri salamat eləsin. İnşallah ki, vaxtı uzatmadan növbəti sual səsləndirmək istəyirəm sizə. Səyyid, Həzrət Məsumə salamullah əleyhə və İmam Rza əleyhissalamın həyatında kəramətin ən mühüm nümunələri hansılardır və bunları bu gün cəmiyyətdə necə tətbiq etmək olar? Xanım Məsumə salamullahi əleyhə ilə İmam Rza əleyhissalamın həyatı bir növ xanım Zeynəblə İmam Hüseyn əleyhissalamın həyatına bənzəyir. Baxanda görürük ki, insan nə cür olur olsun, nə halda olursa olsun, zəmanəsinin imamını müdafiə eləməyə mükəlləfdir. Və bu xanımlar bizə onu göstərir ki, həqiqətən də imam müdafiə eləməkdə uzaq yol da olsa, qət eləmək lazım olsa, onu eləyin. Çünki insanın nicatı ondadır, insanın xilası ondadır. Xanım Məsumə salamullahi əleyhə Mədinədən ta qardaşının yanına gələnə qədər çox zülmlər görüb. Yəni xanım Məsumə salamullahi əleyhanın həyatına baxanda görürük ki, həqiqətən də zülm çəkib. Xanımı belə deyək, dahi cəlalla gətirməyiblər və yaxud gəlməyib. Gizlədə ki, heç kim bilməsin, xəbər tutmasın. O da nədən xəbər verirdi? Ondan xəbər verirdi ki, insan öz imamının uzaqda olmasını, əgər həqiqi iman sahibidirsə, onu qəbul eləmir. Bu misalı biz bilirsiniz nədən çəkə bilərik? Ondan çəkə bilərik ki, baxın, Uveysil Qaraniyə. Uveysil Qarani Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin ətrini ta Yəməndən hiss eləyirdi. Yəməndən görürdü və Peyğəmbər də buyururdu ki, mənim Yəməndə bir dənə qardaşım var. Və axırda onun aqibəti nə cür oldu? O cür oldu ki, gəldi İmam Əli əleyhissalamın qoşununa qoşuldu və Siffin müharibəsində İmam Əli əleyhissalamın qoşununda şəhid olanlardan biri oldu. Yəni, deyə bilərik ki, Əhl-i Beyt əleyhissalam heç vaxt öz şiələrinə qarşı biganə olmayıb. Heç vaxt da biganə yanaşmır. Və xanım Məsumə salamullahi əleyhə bizə onu göstərir ki, kim əgər imamın xidmətində olmaq üçün cəhd eləsə, Allah onun özünü kəramət əhlindən qərar verər.
onu fəzilət əhli qərar verər. Ona bir məqam əta eləyər ki, insanlar Əhl-i Beytin ətrini ondan alarlar. Çünki İmam Sadiq əleyhissalamdan bir hədis var. Buyurur ki, Allahın bir hərəmi var, o da Kəbədir. Peyğəmbərin bir hərəmi var, o da Mədinə-i Münəvvərədir. Və İmam Əli əleyhissalamın bir hərəmi var, o da Kufədir. Və bizim də bir hərəmimiz var, o da Qumdur. Kim əgər Qumda bizim kəriməmizi ziyarət eləsə, Allah subhanahu və taala onun günahlarını bağışlayar. Və o elə bir yerdir ki, həqiqətən də bu günlərə diqqət eləyəndə görürük ki, bütün elm, bütün fəzilət, bütün insanı cəhalətdən çıxardan elm oradadır və insan ora gedir, bir huzur tapır, ora gedir, Əhl-i Beytin məarifini öyrənir, Qur'anın həqiqətlərini öyrənir. Amma indi gəlik misalı İmam Rıza əleyhissalama tətbiq eləyək. İmam Rıza əleyhissalam o imamdır ki, o mehribançılığı bizə göstərir. Bu məşhur bir hadisədir. Bir ceyrana, ovçunun o ceyranı ki, ovlamaq istəyirdi, ona o zamin olmağı və onu belə deyək, xilas eləməyi. Bilirsiniz nə qədər misallar çəkmək olar İmam Rıza əleyhissalamın kəraməti barəsində. O qədər misallar var, o qədər insanların başına istər şəfa tapmaqla olsun, istər yolda qalan, məsələn üçün heç kimi olmayan İmam Rıza əleyhissalamın qapısından heç kim əliboş qayıtmayıb. Göstərir ki, İmam Rıza əleyhissalam həm dostuna, həm xüsusiyyəsinə, həm onu istəyənlərə. Çünki Şeyx Bəhar sözdə İmam Rıza əleyhissalamın hərəmini bina eləmişdi və tapşırmışdı orada işləyən ustalara ki, sonuncu bir əmr var, onu yerinə yetirin. Və bir dua hazırlamışdı ki, onu qoysun İmam Rıza əleyhissalamın hərəminin girişinə, günahkarlar o qapıdan içəri girməsin. Amma İmam Rıza əleyhissalam ona bu cür nə təlqin elədi ki, sən istəyirsən ki, bizim qapımıza günahkarlar gəlməsin. Bizim qapımız elə günahkarlar üçündür. Biz Əhl-i Beyt imamları, insanları paklaşdırmaq üçün Allah bizə bu məqamı əta eləyib ki, insanlar bizə gəlsinlər və paklaşsınlar. İnsan xanım Məsumə salamullahi əleyhaya, insan İmam Rıza əleyhissalama və xüsusilə Bakıda olanlar xanım Həkimə salamullahi əleyhanın qapısına getməklə, onu ziyarət eləməklə, orada dua eləməklə elə bilməsinlər ki, nəsə itirirlər. Əksinə qazanırlar, mənəvi paklıq qazanırlar. Allahın o mənəvi paklığı, huzuru ki var, Allah Qur'an-ı Kərimdə danışır ki, Allahı zikr eləməklə qəlblər aram olur. Allahın ayələri təkcə Qur'an-ı Kərimdə olan ayələr deyil. Allahın o qədər ayələri var ki, insan üçün bir dənə ibrətdir ki, insan ona baxır, paklanır. Və Əhl-i Beyt əleyhimussalam da o paklıqdandır ki, insan onların həyatını oxuyur, insan onların dostlarının həyatını oxuyur, özün mənəvi paklıq hiss eləyir və onu inanda hidayət tapır. Sualınıza müxtəsər cavab verim. Xanım Məsumə və İmam Rıza əleyhissalamın həyatından nəyi öyrənə bilərik? Hidayət. İnsan məsum imama doğru bir addım atmaqla hidayət olur. Hidayət tapır. Bəli, Allah sizdən razı olsun ki, Seyyid, minnətdarım. Bəli, Allah sizdən razı olsun Seyyid ki, yəni qısa vaxt ərzində bu qədər dəqiq və geniş cavablar verdiniz. Allah sizi salamat eləsin. Minnətdarlığımızı bildirir. Allah sizlərə Əhl-i Beytdən ayrı salmasın. Çox sağ olun Seyyid. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve acil feracahum ve la nedahum ecma'in. ...360 dərəcə canlı Azərbaycanda.